Mənim əzizlərim, salam. Eman mətbəxinə xoş gəlmisiniz. Bugünkü videoda çiyələk konfitürü hazırladım. Buna çiyələk cemi də demək olar. Sadəcə olaraq bunun tərkibində jelatin var. Bax, bu cürünə marmalada oxşayan bir gözəl konfitürdür. Mən çiyələk cemini niyə xoşlayıram? Jelatinlə birlikdə hazırlamağa, rəngi də gözəl qalır və bax qatılığı bu cür gözəl olur. Aramızda elə insanlar var ki, cemi qatı xoşlayır, amma bildiyimiz kimi cemi çox bişirəndə artıq meyvə rəngin dəyişir. Aldığım çiyələyi hamısını boşaldıram ləyənə və başlayıram seçməyə. İrini bir qaba, xırdanı bir qaba. İri çiyələyi 4 yerə böləcəm, balaca çiyələyi isə blenderdan keçirdəcəm. YouTube kanalımda çiyələk cemin hazırlama prosesi var. Və mən sırf çiyələk cemini bu cür hazırlamağı daha çox xoşlayıram. Dadı gözəl olur, rəngi gözəl olur. Artıq çiyələkləri seçdim. İrisi bir qabda, balacası bir qabda. Təmiz başlığını kəsirəm, yuyuram və nəzarət eləyirəm ki, çiyələyin bax ucunda belə bir özək var. Mən hətta o özəkləri də yığışdırıram. Çiyələk artıq hazırdır. Sıra gəldi jelatinə. Bir qabın içinə tökürəm və üstünə soyuq su əlavə edirəm. Gözləyirəm ki, jelatin şişsin. Hansı ləyəndə cem hazırlanacaqsa, ora şəkər əlavə edirəm və ölçüsü balaca olan çiyələyi blenderdan da keçirdirəm. Çiyələyin yarısını blenderdan keçirdirəm, yarısı isə doğranır. Mənim xoşum gəlir cemdə çiyələk diri qalanda. Blenderdan keçirilmiş çiyələyi boşaldıram şəkərin üstünə, yaxşıca qarışdırıram və qoyuram qazın üstünə. Mütləq dəmir olmaq şərti ilə və tam vam xodda, yəni bax xırda xodda mən gözləyirəm həmin çəkilmiş çiyələklə şəkər qaynara düşsün. Qaynara düşənə qədər o zaman iri çiyələyi bax bu cürünə bölürəm 4 hissəyə. Bu cemin üstünlüyü nədədir? Baxın görün, təmiz 1 kilo çiyələyə 600 qram şəkər istifadə olunur. Rəngi gözəl, şəkəri az. Görün nə qədər faydalı bir cemdir. Artıq şəkər də əriyib. Gözləyirəm ki, tam bu kütlə qaynara düşsün. Elə ki, qaynara düşdü, tam qaynara düşəndən sonra düz 15 dəqiqə gür xodda bişirəcəm. Düz 15 dəqiqə keçib, 15 dəqiqə qaynayıb, hətta artıq biraz qatılaşıb və mən bura doğranmış çiyələyi əlavə edirəm. Gözləyirəm ki, tam qaynara düşsün. Elə ki, qaynara düşür, yarım çay qaşığı limon turşusu əlavə edirəm və az da olsa biraz vanildə əlavə edirəm ki, çiyələli konfitür ətirli olsun, dadlı olsun və qışda çiyələli konfitürü hətta şirniyyat hazırlayanda istifadə eləmək olar. Axıcılığı çox az olacaq. Cem qaynara düşən kimi gür xodda düz 15 dəqiqə bişirirəm. Artıq jelatin də şişib hazırdır. Boşaldıram belə bir qaba və bir balaca ilıq edirəm. Jelatini ilıq edəndən sonra əlavə edirəm qaynar cemin içinə və yaxşıca qarışdırıram. Bir anlıq təsvir edin ki, hazırladığınız çiyələli konfitür hətta qışda bax bu rəngdə qalacaq. Hazır cemin köpüyünü yığıram. Təbii ki, mətbəx kağızın köməyi ilə. Çox ehtiyatlı olun, əllərinizi yandırmayın. Baxın görün. Bir dənə köpük
cemin üstündə qalmır. Belə bir fikir var ki, mürəbbənin, cemin köpüyü üstündə qalanda artıq həmin hazırlanan mürəbbə ya cem qıcıqırmağa ehtimalı çoxdur. Ətri gözəl, rəngi gözəl. Siz bir dənə bu gözəlliyə baxın. Və siz bunu istəsəz mürəbbə kimi də istifadə edə bilərsiniz və yaxud da ki cem kimi. Amma soyandan sonra konfitürə oxşayan bir gözəl cemdir. Bildiyiniz kimi mən mürəbbə və cemi hazırlayanda soyuq halda yığıram bankaya. Bu səfər isə fərqlidir. Bu konfitür isti yığılmalıdır bankaya, tərkibində jelatin var deyə. Soyanda artıq o marmalada dönür. Bir məqamı sizə çatdırmaq istəyirəm. Jelatinlə hazırlanan konfitür bu bankaları mütləq soyuducuda qalmalıdır. Yox, əgər sizin soyuducuda yer məhduddur, deməli siz jelatinin əvəzinə agar-agardan istifadə edə bilərsiniz və həmin konfitürü şkafda, sərin yerdə saxlaya bilərsiniz. Heç bir qorxusu yoxdur. Agarın da miqdarı eynən jelatinin miqdarı qədər götürülür. Ümid edirəm ki, video diqqətlə baxandan sonra siz də ailə üzvləriniz üçün bu cür gözəl, çiyələkli, jelatinli konfitür hazırlayacaqsınız. Siz bir dənə bunun görünüşünə baxın. Çox gözəldir, çox dadlıdır və mənim istədiyim nəticə. Siz bu cürünə konfitürü çörəyin üstünə bir dənə yaxın, evladınıza verin, bəh, bir ləzzətlə, çayla nuş edəcək ki, gəl görəsən. Çox məsləhət görürəm. Siz də bu cürünə gözəl, çiyələkli, jelatinli konfitür hazırlayın. Çox dadlıdır. Dəqiq ölçülər, ləziz taamlar, maraqlı videolar. Kimin kanalında? Elmira Qadirovanın YouTube kanalında.